Ölüm, ilk baxış. Yay ayları idi. Dağların ətəyi yaşıl, bulaqlar sərin, kənd yolları sakit idi. Aylin səhər tezdən bulaqdan su gətirmək üçün evdən çıxmışdı. Uzun, əsmər saçları küləklə yüngülcə dalğalanır, üzündə sakit, məğrur bir ifadə vardı. O, kəndin müəllimi idi, qız uşaqlarına savad öyrədən, biliyin gücünə inanan bir gənc qadın. Elə bu vaxt cığır yolu ilə at üstündə bir gənc yaxınlaşdı. Kamran idi. Bəy oğlu, uzun boylu, qara saqqallı, yaşıl gözlərində həm sərtlik, həm də dərinlik vardı. Atı yavaşladanda gözləri Aylinə sataşdı. Bir anlıq zaman dayandı. Onlar danışmadılar. Sadəcə göz-gözə gəldilər. Aylinin ürəyi sürətlə döyündü. Kamran isə nə üçünsə baxışını çəkə bilmədi. Bu bir sevdanın başlanğıcı idi. Sakit,